Orada güller, oxur bülbüller, belə deyirlər, şərura yaz gəlir. Diri-diri-din, diri-diri-din, bəh. Şərur, igidlər oylağı, sevirəm sən şərur, qavurmanın vətəni, bəh. Bir də mən burada təbiətin qoynunda, bir də mən bu çoban yastığı tapsaydım, bu tibb bölümündə inkişaf eləyərdim. Hamıya sübut eləyərdim ki, bu çoban yastığının böreğe nə qədər xeyri var. Bir də o tapsaydım, gəldi zəng gəldi, görüm ki, deyəm. Böysən, köynələrdən yox. Alo. Bəli, uzman qılman hocadır. Bəli, eşidirəm. Bəli, buyurun. Xəstə yıxıb. Bəli. Nühün. Bu yanın ölsün. Gözünün altına ittirsəyi çıxıb. Sən mənə qulaq as, qardaş, o surosunu mındarlamaq lazımdır. Sən yanında adam var, yoxsa təksən? Yox, bu tək adamın işidir, bu mındar. Sən belə elə. Mən indi qıraqdıyam, gələrəm o işlə məşğul olaram. Sabah səhər yuxudan duran kimi birinci süzdəyəm. Öpürəm, mən dəsə. Sən nəyə qulaq as? Sən ad boy ver də nə olar, məndə nə işləmir? Başıma dönərəm, mən ad boy verən kimi məndən qır köpük çıxır. Öpürəm, mən də öpürəm. Sağ ol. Nə yaxşı. Yanlarda bir yerdə oturum de. Ölürəm də şərra gəlmək üçün, bəh. Deyən görək, öydən nə qoyublar mənə yeməyə? Deyən. Aha. Gələ, borç. Az neyinlə mən borçu? Mən bu çölün düzündə bu çiftinliki hardan tapınmı qızdırım? Adama deyərlər, değil mi? Buyur. Gələ. Yaxşı ki, gələ bu şərur cəmatı mətin bəyaqları qabırma qoydu. Gələ. Yigit, qatığından, qaymağından, Naxçıvan lavaşından veriyim. Dağlar aşmışam, çaylar aşmışam. Doyuzdur məni yigit. Gəl o. Şöşüyəm mənəm şöşü. Tanımadın məni? Şöşü, bir də baxıb. Hərə baxırsan? Buyur şöşü. Buyur şöşü. Nətərdir şöşü? Tanımadın məni? Buyur nətərdir şöşü? Düşmüşəm çölərə. Bu yanın. Çöllərə düşmüşəm. Bu yanın ölsün şöşü. Buyur, ye biraz ye. Mən bu düne Şəmil boydu. Ay gül vay. Şöşü! Tapacağım, narahat olma, sağ tapacağım. Ay şöşü! Ben boyda kişi düşmüşəm bunun dalınca. Burada şöşü nə gəzir? Buradadır, tapacağıq indi, buradadır. Şöşü! Sənə dedim ki morga gedək. Morga məni hara gətirmişsən? Morg da bura, hara be, morg nədir? Tərcüməsi qəbristanlıqdır. Toy gedə, qəbristanlıqdır bura, qəbristanlıq. Qəbristanlıq rus dilində morgdur, mən bilirəm, təmiz bilirəm. Bu nətər adamdır, Şöşü! Eşlisən, Şəmi, bax, şöşünü burada axtarırıq. Əgər bu qəbristanlıqdan çıxmasa,
Deməli, həyatda, dünyada Şöşü adında adam olmur. Biz elə gəlib də var, başa düşmür? Sən Şöşünü tanımırsan, mənim xalam oğlu. Nə tər xalan oğlu ki, hanı? Hanı sən xalan oğlu? Bəlkə elə xalan oğlu mənəm. Yaxşı, giz Şərq danışma. bilərsən də mənəm də. Bu qılmanda nə istəyir, bunu bas, dəqiqə bunu bas, başı belə bas. vızıv atır, deyən Hə. görüm. Sən baxın. Hə qılman? Hə, Şöşü. tapılıb. Nə danışırsan? Ay səni şatqa ver Allah sana, səni şatqa ver. Ay şükür, şükür, şükür. Ay Şöşü. Gəlirik. Ay gəl, tapıldı, gəl. Hə deyən də qəbirstanlıqda olmalıdır. Harda tapıldı? Gəl də, tapıl. Tapıldı. Hardadır? gəl. Harda da şəmi? Şər orada. Harda? Şər orada, Hə gəl. getdik də, onda getdik. Sən nahaq yerə ona zəng elədin. Gərək zəng eləməzdin. Buyur. Varmışam. Mən o adda adam tanımıram, o adda mənim xalam oğlu yoxdur. Ay Şoşi, o sən Göyçək xalının oğludur. Olmaz axı belə bu. Dedim qurtardıq da, vso. Mən barışmıram. Onunla barışan oğlanın Hə. lüsri. Hə. Ya ay Şoşi, səndə nə söyüşlər varmış ay Şoşi. Heç YouTube'a yazsın o söyüşlər çıxmasın. Nə olubsa, o sənin Göyçək xalının oğlu da ayıb daxı bu. Sən də bəsdir daha 2 dəqiqədən bir xalası görsək. Nə qədər xala görsək olar? Bəsdir, barışmayacağım. Qurtardıq. Hadi bana işte Göyçək xalının oğlu da bu qurban olum sən. Dedim barışmıram, dayanamaz gibi xarab eləyirsən sən burada mənim. Bir ne oldu Şoşi? Ne oldu? Gidin kavurmadan budurdun. Kime diyorsun abi? Şey dedim. Sənin mən. Kaç, kaç. Hadi be. Kime diyorsun? Kime diyorsun? Gel bak. Gel bak. Bırak. Gel buraya.